AFFA Yüksək Qızlar Liqasında 2024-2025-ci illər mövsümünə Neftçi Futbol Mərkəzində yekun vurulub. 3 tur öncə çempionluğu təmin edən Neftçi 15-ci turda Sumqayıtla üzə gəlib. Oyunu hücumlarla başlayan təmsilçimiz 31-ci dəqiqədə istəyinə çatıb. Xanım Əsədova hesabı açıb. Tərəflər fasiləyə ağ-qaraların minimal üstünlüyü ilə yollanıb. Maçın ikinci hissəsində isə komandamızın üzvü Coşqunə Əliyeva hat-trik edib. O 51, 67 və 78-ci dəqiqələrdə rəqib qapısına yol tapıb. Bununla da mövsümün sonuncu maçı çempionlarımızın 4-0 hesablı qələbəsi ilə bitib. Görüşdən sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatçılara medalları Neftçi Peşəkar Futbol Klubunun baş icraçı direktoru Cenk Sümer, AFFA'nın Qadın Futbolu Departamentinin rəisi Əminə Həsənova, 19 yaşadək qızlardan ibarət millinin baş məşqçisi Həbib Ağayev və 17 yaşadək qızlardan ibarət yığmanın çalışdırıcısı Nərgiz Qurbanova təqdim ediblər. 29 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşan Sumqayıt bürüc medalları yiyələnərkən 31 xalla 2-ci pilləyə yüksələn Dirçəliş gümüş medallara qovuşub. Maksimum nəticə ilə qızıl medalları boyunlarından asan qızlarımız isə kubuku başlar üzərinə qaldırıblar. Stand up, stand up for the champions, for the champions. Stand up for the champions, for the champions. Komandamızın hücumçusu Coşqunə Əliyeva 31 qolla mövsümün ən məhsuldar oyunçusu, Ayşən Salamzadə isə ən yaxşı oyunçu mükafatlarına layiq görülüblər. AFFA Yüksək Qızlar Liqasında ardıcıl ikinci dəfə çempion olan baş məşqçimiz Siyasət Əsgərov sevincini Neftçi TV ilə bölüşüb. Neftçi rəhbərliyini, Neftçi ailəsini, sizləri, komandamı, hər kəsi təbrik edirəm. Doğrudan da yaxşı bir nəticədir ikinci dəfə. Düşünürəm ki, bu il bizim üçün daha yaxşı oldu. Məğlub olmadan qələbə oldu. Yəni, bu da çox önəmli idi. Və inşallah ki, düşünürəm ki, buradakı olan missiyamızı yerinə yetirdik. Önəmli olan bundan sonraki missiyadır. O da Çempionlar Liqasıdır. İnşallah ki, ayın 24-ü püşkatmadır, iyun ayının 24-ü. İnşallah ki, püşkatma da biraz üzümüzə girər. Qrupumuz yaxşı olar. Keçən il ikinci qrupdan, daha çox ikinci mərhələdən başlamışdıq. Komanda sayına görə və biz bu il birinci mərhələdən yəqin ki, başlayacaq. Reytingimiz də aşağıdır. İnşallah ki, ayın 24'ü püşkatmadır. İyul ayının 30'u da birinci oyunumuz olacaq inşallah. Püşkatmadan sonra bilinəcək qrupumuz, komandalar kim olacaq, rəqibimiz kim olacaq və harda olacaq. Ümid edirəm ki, doğrudan da bu fürsətdən istifadə edək və ilkin mərhələ bizim çox önəmlidir. İlkin mərhələni doğrudan da keçmək istəyirik. Düzdür, çətin olacaq, amma çalışdığımızda hazırlaşacaq ki, maksimum birinci mərhələni keçək. Neftçinin üzvləri Sevinç Fəttazadə və Coşqunə Əliyeva da çempionluğu şərh ediblər. Komandamız belə reallığa baxanda çox yaxşı idi, digər komandalara baxanda. Amma digər komandaları da yenə təbrik eləyirəm. Gələcək liqalarda, gələcək ildə uğurlar arzulayıram. İnşallah öz qızlarımıza da, digər komandanın qızlarına da. Çempionlar Liqasına vəsiqə qazanmışıq. İnşallah ki, ölkəmizi orada yaxşı təmsil eləməyi düşünürük. Bütün Neftçi ailəsini təbrik edirəm. Çox sevinirəm ki, bu ildə ikinci ildir ki, artıq biz çempion oluruq. Qeyd edək ki, ötən mövsümü də birinci yerə tamamlayan Neftçi, qadın futbolçular arasında keçirilən UEFA Çempionlar Liqasında iştirak edərək ölkə futbolu tarixində ilk imza atmışdı.